Salam yoldaşlar, mən Fərid Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə söz birləşmələri haqqında danışacağıq. Gəlin görək, söz birləşmələri nədir? Yadda saxlayırıq ki, adı üstündə də bunlar nədir? Birləşmədir. Yəni, burada sözlər birləşir və bu sözlər necə olmalıdır? Ən azı 2 dənə söz olmalıdır. Bunu mütləq şəkildə yaz. Amma həmin o 2 dənə söz hansı nitq hissəsinə mənsub olmalıdır? Yadda saxlayırıq ki, əsas nitq hissəsinə mənsub olmalıdır. Çünki köməkçi nitq hissələri ilə biz söz birləşməsi yarada bilmərik. Gəlin fikrimizi izah eləyək, aydınlaşdıraq. Məsələn, deyirəm ki, sənin üçün, düzdürmü? Sənin üçün. Mən buna söz birləşməsi deyə bilmərəm. Niyə? Çünki burada bir əsas nitq hissəsi var. Düzdürmü? Əvəzlik və deyək ki, qoşma və biz deyirik ki, köməkçi nitq hissələri ilə söz birləşməsi yaratmaq olmaz. Amma deyirəm ki, sənin dostun, düzdürmü? Artıq mən buna söz birləşməsi deyə bilərəm. Çünki əlimdə 2 dənə nə var? Əsas nitq hissəsinə mənsub söz. Demək, bir əvəzlik, bir də ki, deyək, isim. Təbii ki, bunlar eyni də ola bilər, yəni fərqli də ola bilər. Burada bir problem yoxdur. Yəni, sadəcə mahiyyəti izah edirəm ki, söz birləşməsi nədir? Bir daha deyirəm. Söz birləşməsi, ona görə tərif olaraq deyilir ki, 2 və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Məna cəhətdən nə deməkdir? Baxın, sənin dostun arasında birləşməsində həm məna əlaqəsi var, həm də ki, qrammatik əlaqə var da, düzdürmü? Amma məsələn, deyək ki, dəmir deyək, dəmir qapı, düzdürmü? Dəmir qapı. Bu da söz birləşməsidir. Və bu sözlər arasında həm məna, həm də ki, qrammatik bağlanma, əlaqə var. Amma deyirəm ki, məsələn də, deyirəm ki, dəmir tort, düzdürmü? Dəmir tort. Yəni, tort dəmirdən olmaz da, düzdürmü? Bunlar arasında qrammatik əlaqə olsa da, məna əlaqəsi yoxdur. Yəni, hər əlimizdə 2 dənə əsas nitq hissəsindən də biz söz birləşməsi yarada bilmərik. Onlar arasında da nə olmalıdır? Mütləq şəkildə məna əlaqəsi olmalıdır. Bax, dəmir tort birləşməsində məna əlaqəsi yoxdur. Amma dəmir qapıdır, nə bilim, deyək ki, sənin dostundur, düzdürmü, uşaqların oxuyanıdır, aydındırmı? Kitaba baxmaqdır və s. Bunlar arasında həm məna əlaqəsi var, həm də deyək ki, nə? Qrammatik əlaqə var. Yəni, söz birləşməsinin mahiyyəti budur. Bəs söz birləşməsinin, baxın ha, biz deyirik ki, köməkçi nitq hissələri ilə biz söz birləşməsi yarada bilmərik. Amma köməkçi nitq hissələrinə söz birləşməsinin tərkibində işlənə bilər. Təbii ki, məsələn, deyirəm ki, sənin üçün, bayaq dedik ki, bu nədir? Söz birləşməsi deyil. Amma mən bura bir dənə darıxmaq sözünü əlavə eləsən, sənin üçün darıxmaq. Bu artıq söz birləşməsidir. Aydındırmı? Bu söz birləşməsinin, bir daha deyirəm, yaradan bu deyil də, sənin nədir? Bir əvəzlikdir. Darıxmaq da bir nədir? Feil. 2 dənə əlimdə əsas nitq hissəsində mənsub söz var və bu da məna və qrammatik cəhətdən bir-biri ilə bağlıdır. Biz artıq buna söz birləşməsi deyə bilərik. Və buradan yol alırıq nəyə? Söz birləşmələrinin quruluşuna. Və bu məqamda da diqqətli olaq. Daha çox bu məqamda səhv eləyirlər. Deyək ki, söz birləşmələri, söz qoy yazın bunu. Söz birləşmələrinin quruluşu. Söz birləşmələri quruluş baxımından olur ya sadə, ya da ki, mürəkkəb. Yəni, düzəltmə deyə nə yoxdur? Söz birləşməsi yoxdur. Aydınmı? Bu, necə ki, cümlələr quruluş baxımından sadə, mürəkkəb olurdu, həmçinin söz birləşmələri də quruluş baxımından sadə və mürəkkəb olur. İndi nədir sadə, nədir mürəkkəb söz birləşmələri? Baxın, söz birləşmələrinin normal halında neçə dənə söz olmalı idi? Yəni, əsas nitq hissəsinə mənsub. 2 dənə. Demək, 2 dənədirsə, mən ona deyəcəm sadə. Məsələn, deyirəm ki, kitabın, düzdürmü? Kitabın üzü, düzdürmü? Və yaxud deyirəm ki, sənin dostun, düzdürmü? Bunlar sadədir. Mürəkkəb, məsələn, deyirəm ki, kitabın deyək, maraqlı üzü, düzdürmü? Sənin
ən yaxın və yaxud sənin etibarlı dostun. 3 söz. Düzdürmü? Yəni mahiyyət odur ki, sadə söz birləşmələrində 2 söz olmalıdır. 2 söz. Amma əsas nitq hissəsinə mənsub. Təbii ki, burada köməkçi nitq hissəsi də ola bilər. Həmçinin olmaq, etmək, bilmək, bu tipli köməkçi feillər də ola bilər. İndi o məsələyə də aydınlıq gətirəcək. Mürəkkəblər də təbii ki, ən azı, yəni 2 dənə ola bilməz. 2-dən çox olmalıdır ki, mən ona mürəkkəb söz birləşmə. Kitab, maraqlı üz, sən etibarlı dost sözü. Düzdürmü? 3 sözdür. Mən bunu artıq mürəkkəb deyəcəm. Amma burada ehtiyatlı olmaq lazımdır. Nədə? Məsələn, deyirəm ki, deyək ki, sənin üçün deyək ki, oxumaq. Düzdürmü? 3 dənə söz görsənir də burada. Amma dedik ki, köməkçi nitq hissələrindən bir söz birləşməsi nədir? Yarada bilmərik. Yəni, köməkçi nitq hissələri qısası yadda saxlayırıq ki, söz birləşmələrinin quruluşuna təsir eləmir. Yəni, bu da quruluş baxımından olacaq necə? Sadə. Bir daha deyirəm, köməkçi nitq hissələri söz birləşmələrinin quruluşuna təsir eləmir. Aydındır? 2 dənə. Bax, sən oxumaq. Aydındırmı? Demək, quruluş baxımından mənə burada üçün maraqlı deyil. Təbii ki, köməkçi nitq hissələri də sözlərdir. Aydındırmı? Onlar da söz birləşməsinin tərkibində işlənə bilər. Amma quruluşuna təsir eləmir və ya deyə də bilərik ki, köməkçi nitq hissələri ilə biz nə edə bilmərik? Söz birləşməsi yarada bilmərik. Daha sonra olmaq, etmək, bilmək. Bu tipli köməkçi feillərdə ehtiyatlı olun. Yəni, mahiyyət odur ki, deməyim odur ki, yəni, ola bilər ki, biz deyirik ki, sadə söz birləşmələrində 2 dənə söz olur. Yəni, elə sadə söz birləşməsi olar ki, orada 4 dənə söz olsun. Aydındırmı? 4 söz kimi görsənsin. O, quruluş baxımından sadə olsun. Məsələn, deyək ki, vətən üçün, düzdürmü? Şəhid olmaq. Yəni, biz bunu 4 söz kimi götürüb mürəkkəb deməli deyilik. Biz bilməliyik ki, şəhid olmaq bir sözdür. Yəni, bir mürəkkəb nədir? Sözdür də, feildir. Vətən də bir sözdür də, yəni bir söz. Bir söz bu, bir söz də bu. Yəni, mürəkkəb söz, bu da sadə söz də. 2 dənə sözdür. Demək, quruluş baxımından necə olacaq? Sadə söz birləşməsi. Üçündə onsuz da ki, köməkçi nitq hissəsi də bayaqdan danışır. Aydındır mı? Və yaxud deyək ki, əməlləri üçün deyək, peşman olmaq və yaxud əməllərinə, bunu belə eləyək, əməllərinə görə fərq eləmir də. Üçündən yazmışdım, görəni yazıram. Peşman olmaq yenə də bir söz, əməl bir söz. Bu da mənə maraqlıdır. Quruluş baxımından biz də buna necə deyəcəyik? Sadə söz birləşməsi. Aydındırmı? Yəni, bugün hələlik söz birləşmələrinin mahiyyəti haqqında danışırıq. Yəni, mahiyyət budur. Növbəti videolarda da danışacağıq söz birləşmələrinin növləri. Və yadda saxlayırıq ki, söz birləşmələri ifadə vasitəsinə görə 2 yerə ayrılır. Bir, ismi birləşmələr, deyək ki, ismi birləşmələr. Bir də ki, fe'li birləşmələr. Nədir ismi birləşmələr? Nədir fe'li birləşmə? Bunlar haqqında növbəti videolarda ətraflı danışacağıq. Fe'li birləşmələrdə əsas tərəf ifadə olunmalıdır. Nədir? Təsviflənməyən fe'llərlə. Onlar da hansılardır? Məstər, fe'li, sifət, düzdürmü? Bir də ki, fe'li bağlama. Amma ismi birləşmələr təbii ki, adlarla ifadə olunmalıdır. Məsələn, hərəsinə aid bir dənə nümunə yazaq istəyirsiniz. Onsuz növbəti dərslərdə biz bunların hərəsi haqqında ətraflı danışacağıq. Məsələn, deyək ki, kəndin və yaxud da ki, deyək ki, məktəb direktoru. Əsas tərəf, düzdürmü? Adla ifadə olunub da. Yəni, isimlə, ad dediyimiz, yəni fe'li çıxmaqla, fe'ldən başqa digər əsas nitq hissələri. Bir dənə də fe'li birləşməyə aid bir dənə nümunə yazaq. Məsələn, deyək ki, elə kitab
və yaxud məktəbə getmək. Məktəbə getmək. Düzdür, bu da oldu bizim fe'li birləşməmiz. Aydındır mı? Sual olaraq ünvanlayıram, cavablarınızı qeyd edə bilərsiniz. Altda şərh yerində ismi birləşmələr. Bax, dedi ki, fe'li birləşmələrin əsas tərəfi məstərlə, fe'li sifətlə, fe'li bağlama ilə. Sualım odur ki, bəs ismi birləşmənin əsas tərəfi deyək ki, məstər olsun, məstər və fe'li sifətlə ifadə oluna bilərmi? Bu da sizin tədqiqat sualınız. Cavablarınızı aşağıda qeyd edirsiniz. Bu qədər, sağ olun.